Fədək Xeybər yaxınlığında döyüşsüz təslim olan Yəhudi kəndi idi. Quranda belə torpaqlar fey adlanır, yəni döyüşsüz alınan və tam Peyğəmbərə məxsus olan mülk. Həşr surəsi 6-cı ayə. Allahın onlardan, Yəhudilərdən öz Peyğəmbərinə verdiyi fey mallara gəlincə, siz müsəlmanlar bu malları almaq üçün nə at, nə də dəvə sürürsünüz. Lakin Allah öz Peyğəmbərinin istədiyi şəxslərin üzərində hakim edər. Allah hər şeyə qadirdir. Hicri 7-ci ildə, miladi 628-ci il, Xeybər fəth ediləndə Fədək Yəhudiləri qorxub döyüşsüz təslim oldular və torpağı Peyğəmbərə verdilər. Peyğəmbər sallallahu Fədəyi qızı Həzrət Fatiməyə bağışladı. Bu bağış Peyğəmbərin sağlığında olmuşdu. Bu miras yox, hədiyyə və ya vəqf, bağışlanmış əmlak olduğunu deyirlər. Peyğəmbər sallallahu vəfatından sonra Əbu Bəkir xilafətə gəldi. Həzrət Fatimə Fədəyi tələb etdi. Əbu Bəkir dedi: "Mən Peyğəmbərdən eşitdim ki, biz Peyğəmbərlər miras qoymuruq, bizdən qalan sədəqədir." Fatimə sallallahu əleyhə dedi ki, Fədək miras yox, hədiyyədir. Çünki Peyğəmbər sağlığında onu mənə bağışlamışdı. O, Ümmü Eyyən və Əli əleyhissalamı şahid gətirdi. Əbu Bəkir şahidlərin kifayət etmədiyini söylədi. Halbuki, Quran hökmündə 2 şahid, qadın və kişi kifayətdir. Fatimə isə məsciddə Fədək xütbəsi ilə haqqını tələb etdi, lakin yenə qəbul olunmadı. Bu hadisə Həzrət Fatimə ilə xilafət arasında münasibətlərin soyumasına səbəb oldu. İmam Əli əleyhissalam xilafətə gələndə belə siyasi şəraitə görə Fədəyi qaytarmadı, amma onun əhl-i beyt haqqı olduğunu açıqladı.